Ələtbə çox gözəl insandır. Həmçinin keçən dəfə uduzan komandanın Baş məşqçisi. Yox, keçən dəfə Uduzan deyəndə ki, ondan qabaq udan komanda deyilən. Ondan Yox, o sonra keçən komanda. mövsüm idi da. Xronologiya üzrə Mövsümlər, yəni silirsiniz, mövsüm keçən kimi Biz yox idi da onda burada ona görə. Hal-hazırda. Buradaydıq. Yəni belə yox idi. Ələkbər Əliyev bu media liqanın ən unikal insanlarından biridir. Niyə görə mən sizə başa salım. Keçən ilin qalib komandasının, Dakansa komandasının məşqçisiyəm mən. Yəni kubok məndədir. İndi qulaq asın. Birinci oyunda, hə? Действующий. Hə, deyirsiz ki, çempion. Hal-hazırda Deysuş çempion mənəm. İndi baxın. Adnan onun birinci oyunda yarı finalda biz uduzduq. Underdog komandasına. Undergame. O başqa oyun idi. O keçən. Acam hot-dog fikirləşirdim. Undergame uduzduq və oyundan sonra Undergame dostlarım, qardaşlarım mənə təklif elədilər ki, gəlib bizim baş məşqçimiz olarsınız oyunda və mən razılıq verdim. İndi hələ alınır ki, bugün Undergame qalib gəlsə, mən baxmayaraq ki, birinci oyunda uduzmuşam, yenə qalib komandanın məşqçisi olacağam. Deməli sizdə sezon içəri iki komandanın baş məşqçisi də belə baxanda. Brat, təəssüflər olsun, cəmi 2 komanda təklif eləyib. Yəni mən o dörd olsaydı Gələn il bizim komandada gələcək. Prosta bizdə məşqçi pozisiyası biraz belə çətin məsələdir.